Axı hansı insan belə dəhşəti törədə bilər? 5 ştatdan 36-dan çox cavan qız döyülüb, boğulub və öldürüləndən sonra zorlanıb. 6 qadının skeleti tapılıb, 4 kəllə sümüyü, nekrofiliya, cinsiyyət orqanlarının dişlənərək zədələnməsi. O kimdir? Buna nə səbəb olub? Axı öldürmək onun nəyinə lazımdır? ABŞ 70-ci illər qəddarlıq dövrüdür. Saysız cinayətlər və özbaşınalıq. Cəmi 10 il ərzində cinayətlər 130% artıb. Amerika hələ yeni serial qatil termini ilə tanış olurdu. Çünki həmin dövrdə bu termin heç yox idi. Heç kəsin ağlına belə gəlməzdi ki, öldürmək və uzun müddət cəzasız qalmaq mümkündür. Həmin dövrdə yeni serial qatillər çıxdı. Amma onların içərisində ən çox narahat edən Ted Bundy idi. Keçmiş tələbə, hüquqşünas, yaxşı danışıq qabiliyyətinə sahib olan, eləcə də görünüşü ilə insanları özünə cəlb edən bir gənc və FBI tərəfindən axtarılan cinayətkar.